Allah. Ben deli olmuşum, ben şu Kur'an'daki deli olmuşum. Deli olmuşum. Ha gör ne hətdə çat Moskvadan adam yığıb. Kömək eləmək istəyir. Sən Allah yollaşın mənim adımı bilməsən, birdən orada çəkib eləyər. Ha bu gör özünü təqdim elətdir. Mənim kimi adamın yollaşına bax. Ha mənə baxan şükür elə, ona baxan fikir eləyir. Burada əsərin içində adam var. Allah. Bu da şey olur. Nədir? Camaat bir dəqiqə bitki çörəyin üstündə çöllerdədir ki, ay Allah bitki çörəyi kazanım, gedim evimə salamatla yiyeyim, başım atım yatım, səhər görüm nə kazanıram. Sizdə ancaq problem daha var. O niye baktı sənə? Bu niye baktı? Niye vurdun öldürdün? Qadın xeylağıdır. Ay gəl indi sübut elə ki, bu qadın deyəcək, danışacaqsan deyəcəklər ki, Türk bunun kişi başına arvadının problemlərini də danışır. Belə demirsən də içimə qoyursan, üçün partlayır yanır. Neyin nesən bilmirsən də. Bir dənə yol var ki, deyəsən bir dənə var. Davay, hoş gəldin. Nə şans verməyi? Bir dənə uşaqdır mənim gözümü deyəndən. Bir dənə uşaq, vəssalam. Hadi sən də uşağıma görə keç. Yo, ne keçirəm ki? Ne keçirəm ki? Sonuncu dəfə başa sal, şans verip söyle. Başa düşmür. Bu mənə öldürməyince mən hələ başa düşür. O qədər keçən əsəbləşir, baxalı başıma vurdum mən. Bu halde tuttum, olmaz da. Yoruldum ben bu kıza demeyden. Yoruldum, Allah hamdolsun geçen sefer bize gelmiştiniz. Ne kadar oturdum ben, bir saat onunla danıştım. Dedim danışma. Yığma. Benim yanımda bir belki 20 defa gelir derim yığma, yığma, bezdirme, yığma. Gelecek de özü. Ben gör nə həddə çatmışam ki, bu problem hər dəfə olub ha. Mən bunu gör nə həddə çatdırıb ki bu qız məni. O bəziləri deyir, ev problemimizi evinizin içində həll edir. Bunu nə qədər ev içində həll eləmək olar? Bu həddə çatdırıb ki, mən burada danışıram ki, bəlkə bu adam olar. Ay Hüseyin, qurban olum sana. Sen benim oğlum yaşdasan. Allah eləməsin, Allah eləməsin. Buyurun. Başıma dönərəm səni. Bax bu kızın, bu Ayşadın dərdi nədir? Nə Mən istəyirsən? öldürməyi, vəssalam. Niyə? Mənə bir tərəfi quruyub, Quran işləmir. Bax, bu da qolum işləmir. Səni öldürəndən sonra ağ günə çıxacaq. Ayşad, eşidirsən məni? Sənə nə olub belə? Bir dənə uşaqla niyə belə eləyirsən? Siz canıma gəlməsin bura. Niyə belə eləyirsən ay bala? Bu yetim day neynəməlidir? Neynəsin bu yetim? Sənə görə, uşağına görə nələr eləyir, hər yerə əl atır, verilişlərə çıxır. Ay balam, nə istəyirsən sən? Niyə belə eləyirsən? Bax, bu işdən gəlib, bu işdən gəlib. Bir dənə uşaq, biz də uşaq böyütmüşük. Tək canımla 2 dənə uşaq böyütmüşəm. Aralarında 3 il fərq olub. Deyəsən heç nə yoxdur. Ətə bax, ətə bax. Sana Allah köməkləri olsun. Kulur, ətlər qalıb, baba burada. Ona buna veririk. Dedik ağzı xərab olacaq bir kocaman gitsin. Qardaşı tücüyür burada. Bir meşonun gözündən bir nəfərə verdim. Ay Ayşad, niyə xorey pişirmirsən ay bala? Ay bala, uşaq yatanda xoreyvi az. Uşaq ağlamır, elə bütün gün uşaq ağlayır. Qoy yanıva ərvin xoreyini pişir axşama qədər. Haçan atırıq, əvvəllər mən haçan atırdım canlıdasan, çıx bu canlıdan. Uzaqlaş bu telefondan, bir uşaq anasısan. Baba yetim işdən gəlib, hambalçılıqdan gəlib. Bunun yeməyi yox, çay yox, çörək yox. Betonun üstündə işləyirəm. Quran haqqı betonun üstündə işləyirəm. Belə olmaz Ayşad, belə olmaz.